Əsəbləşə də bilmirəm. Məni gör neçə il mənə dözdü bir qarlı dağlar aşaraq, çox ellər dolaşaraq. Sanki belədir də, yəni qıtlıqdan çıxmışdasına bitəcək deyib, yəni cumublar. Salam əleykum, salam əleykum, salam əleykum. Çox pis bir şey olub. Mən hal-hazırda Taylandın ən şimalında Chiang Rai deyilən bir yer var, oradayam. Ətrafı da göstərim, belə bir yerdir. İsti şəhərdir. Chiang Mai. Bura yaxın Chiang Mai var. O zaman Chiang Rai'yə gəldim. Dedim mənim getmək istədiyim yerlər bura daha yaxındır. Hə, pis şey nədir onu deyim. Pis şey odur ki, GoPro'mun içinə su girdi. Yəni bir xeyli üzdü bu. GoPro'nun içərisinə su girdi və GoPro həyatla vidalaşdı. GoPro ilə beləcə sağollaşma məcburiyyətində qaldı. İndi başqa GoPro'm var idi, köhnə, ondan istifadə edirəm. Yəni Taylandda, Phuketdə, yəni Phuketdə o getdiyim şey, nədir onun adı? Ada turuna getmişdim. O mənə heç də yaxşı başa gəlmədi. Burada qaldığım yerdir. Buradan motosiklet icarəyə götürüm, sonra davam edə yolumuz. Bu da bizim yeni canavarımız. Chiang Rai'də bizim işimizi görəcək canavarımız. Qalacağım gündən bir gün artıq almışam səndən. İndi baxıram ki, bir gün artıq almışam. Mən burada 3 gün qalacaqdım, bunu 4 günlük aldım. Buranı artıraram, bir gün də buranı artıraram. Neyse, biraz gəziş eləyək, sonra bugün axşam da gedəcəyimiz yerə bugün getməyək. Bugün sadəcə olaraq biraz ətrafda hırlanacağım. Videonun davamını sabahdan eləyək. Təxminən bir aydan çoxdur ki, qırıq şeylə kəsirəm. Telefonun üstündə qırıqdır. Burada gəldim yenisini dəyişməyə. Bu vəziyyətdə idi. Bu qalın olduqca, mən qalın almışdım. Qalın olduqca daha həssaslaşır, tez qırılır. Yəni bunun şey işləmirdi, nədir onun adı? Barmaq izi falan çox qalın olduğu üçün bunda işləmir. Dedim ki, sən Allah. Bu bizim köhnə Məmmədlərə oxşamır. Köhnə Məmmədlər var idi bizdə, 1000 manatlar. Onlar oxşuyur. Əvvəl səyahətlərə çıxanda Azərbaycandan hər şeyi almağa çalışırdım. Nə bilim, Powerbank Azərbaycandan al, onu Azərbaycandan al, bunu gedəsən bir. Sonra başa düşdüm ki, yəni dünya Azərbaycandan ibarət deyil. Dünyanın hər yerində hər şey satılır. Məsələn, bura məsəl üçün bir şeydir də, yəni bir supermarketdir. İçində hər şey vardı, hər şey var. Yəni Powerbankdır, Azərbaycandan daha ucuzdur. Nə bilim, telefon təmiri də Azərbaycandan daha ucuzdur. Nə bilim, bateriyadır, nə bilim, bu chargerlardır. Ada hər şey yəni daha ucuzdur. Yəni gəlib rahatlıqla tapmaq olur. Sonra o fikrimdən daşındı. Şey eləmirəm də. Yəni Azərbaycandan çıxanda hər şeyi həll elə çıx. Bu şey beynimdən silmişəm. 4-5 dənə şeyi götür, əsas şeyləri. Məsələn, nədir? Pasportdur, telefondur, kartlarındır və salam onları götür çıx get. Yəni hər yerdən hər şey ala bilərsən, nə onsuz da. Belə, bu da gərəksiz bir məlumat olsun sizə. Gəldim buranın bir supermarket var, böyük supermarket bu. Buradan telefonun ekranı dəyişdim. Gəldim buradan düyü aldım. Həm də düyünü aldım, indi aparıb GoPro'mu əsəbləşə də bilmirəm. Məni gör neçə il mənə dözdü bir 3 il var da mənə dözür. 2023, 24, 25, 26. 4 ildir yazıb mənə dözür. Əsəbləşə də bilmirəm. Axırda dedi ki, bəsdir, Sadiq, bəsdir. Sağollaşdı, vidalaşdı. Bir onu düyüyə qoyacağım, bəlkə həll oldu məsələsi. Olmasa yerə məcburan təzə kamera aldım. Düzgün. Təxmini bir 70 kilometr yolumuz var. Çox maraqlı bir yerə gedəcək. 70 kilometr gedişir, 70 kilometr gəliş oradan. Bugün bunun işini çıxardı. 200 kilometr bugün sürməyə planlaşdırdım. 200 kilometrə yaxın sürəcəm bugün. Oradan da bəzi yerlərə planlaşacağım. 200 kilometrə yaxın. Qaqam da içməkdən bir təhər oldu. 200 kilometrə yaxın sürüm. Çox maraqlı bir yerə getdik. Çox. Haydi, bitdik.
Gəldim benzin olmağa. Yəni bir xeyli yol gəldim. 50 kilometrdə. Amma benzin burada çox bahadır qardaş. Thank you. Benzin burada çox bahadır. Yəni nə bilim, neçədir? 3 litr vurdu, 3 litr də yox hələ. 2 litr nə bilim nə qədər. Yəni bizim pulla elədi təqribən bir 100 nə qədər eləyir? 5 manat. 3 litr deyil. Yox 5 manat deyil, hə. Bizim pulla elədi, yəni 5 manat falan. Yəni 3 litr 5 manata baha çox baha. Yəni 91 benzin, hələ 95 də deyil. Baha çox baha. Nəysə oturaq burada 7-Eleven-dan sonra çatmışıq, az qalıbdı. Bir 10 dəqiqəlik falan. Oturaq 1 saat üçün gəlirəm. Oturaq belə 7-Eleven-da biraz yemək sadayım. Sonra zaman. Və qarlı dağlar aşaraq, çox ellər dolaşaraq dağları da qurdum deyə gəldim ora. Burada əmin yer. Hala. Gəldik həmin nöqtəyə. Tak, bu nöqtənin nə özəlliyi var? Bu nöqtə niyə bu qədər önəmlidir? Niyə bura gəlmək üçün səhərdəndir can qoyuram, bir 60 km yol gəlmişəm, 60 qayıdacam falan beşməkən deyib. Gördüyünüz yer 3 ölkənin sərhəddidir. Yadınıza gəlsə köhnə videoları izləyənlər bilirlər. Bir dəfə bir yerə getmişdik. Braziliya, Paragvay, Argentina. Allah, nə şirinsən sən. Braziliya, Paragvay, Argentina sərhədinə getmişdik. Burada Laos, Myanmar və Tayland. Bəli, belə bir maraqlı yer. 3 ölkənin sərhəddi. Myanmarda bura. Gördüğünüz yer bura Laos'tu. Laos'un da qışın yolları var ha. Myanmar, yetim Myanmar, məğmum Myanmar. Hələ də orada vətəndaş müharibəsi gedir. Hal-hazırda olduğum yerdə Taylandda, hətta burada da görürsünüz yazılıbdı. Burada deyirlər Golden Triangle, yəni qızıl üçbucaq. Myanmar, Tayland, Laos. Belə bir maraqlı yer. Amma ətrafı da Tayland tərəfi. Bu Laos biraz ağın çıxardıbdı. Laosda hər tərəf belə hündür mərtəbəli binalardır. Yəni ən azından bu hissədən söhbət gedir. Laos belə çox inkişaf etmiş bir ölkə deyil, inkişaf etməkdə olan bir ölkədir. Yəni hal-hazırda edirlər də, amma yəni çox ağın çıxardır. Hər tərəf o hündür mərtəbəli binalardır. Yetim Myanmar, məğmum Myanmar, yazıq Myanmar. Tayland deyilsin, Tayland da artıq yəni öz sözünü demiş bir yerdir. Buranın ətrafı çox maraqlıdır. Ətrafını göstərəcəm. Çoxlu belə deyim, heykəllər. Böyük bir Buda heykəli orada görürsünüz. Fərqli heykəllər. Fərqli tanrılar. Yəni Budizmi iliklərinizə qədər yaşayacağınız bir yer. Belə. Qarşı tərəf isə dediyim kimi Laos'dur. Bura Laos, bu da Myanmar. Bir de buradan qışın görsən. Bu formada eləyirsən, əssalam. Çox qışın görsən belə. Myanmar, Laos, Tayland. Bəli. Bundan artıq neçəncidir bu cür yerlərdə olmağı ümumiyyətlə xoşlayıram. Oradan da görürsün. Myanmar, Laos, Tayland. Bu cür yerlərdə ümumiyyətlə olmağı xoşlayıram. Yəni 3 ölkələrin birləşdiyi. 3 ölkənin birləşdiyi hara var. Avropada onsuz da tez-tez görürsünüz. Avropada yəni artıq normal bir şeydir. Amma Cənubi Amerikada var. Afrikada var. 3 ölkə birləşməsi Afrikada 2-3 yerdə var. Sonra hətta 4 ölkə birləşməsi orada olmalıydı. O fil. Bu şey deyil. Bunu belə bunu eləyirsən, indi bir əlinə eləmirəm. 2 əlinə eləyəndə bunu bu səs çıxardır. Afrikada var. Cənubi Amerikada getmişdik. Cənubi Amerikada getmişdik. Cənubi Amerikada Paragvay, Argentina
Braziliya sərhəddi. Buralar yəni bilirsiniz, pulsuz parasız istədiyin qədər gəz. Amma Braziliya neçə manat idi girişi? Xeyli baha qoymuşdu girişi. Şeydə də pulsuz idi. Nədir ona? Argentinada. Bu da budalar. Bu da Cənub-Şərqi Asiya ölkələri. Aralar var. Başdan başlasaq, başara da bunun başı yoxdur ki, Filippində olduq. Sonra getdik İndoneziya. İndoneziyadan Singapurla Malezya. Oradan Tayland. Buranı demək olar ki, artıq belə. Bruneiyə getmədim. Brunei çünki Brunei Borneo adasındadır. Fikirləşdim ki, gedərəm daha açası. Bura. Ama dediğim ki çok böyle maraqlı bir dini bir yer düzelttiler burada. Böyle. Hündür mərtəbə binalarına baxın Laosun. Heç yəni Laosun deyəndə yəni buranın üzbəyüzdən söhbət gedir. Yəni təbii ki Laosun paytaxtı falan deyil ki bura. Amma çox hündür mərtəbə binalar tikirləri. Sanki belə də yəni o qıtlıqdan çıxmışdasına bitəcək deyib yəni cumhurlar hündür mərtəbə binalar tikməyə. Bura elə bil ki Taylandın ən şimalı sayılır. Ən şimal nöqtəsində yerləşən Sopuraq kəndidir. Bura bir kənddir. Yəni və bu da iki çayın birləşdiyi nöqtədir. Fikir verin. Hətta gəlir bura birləşdiyi nöqtədir. Çünki çay bu istiqamətdə axır gedir. Bu çay, bu gördüyünüz çay Mekong çayıdır. Bu istiqamətdə gələn çay isə buradan daha yaxşı göstərim. Bu istiqamətdə gələn çay da Ruak çayıdır. Mekong çayı, Ruak çayı bu gəlir ikisi burada birləşir və elə Mekong çayı olaraq da yoluna davam edir. Ruak çayı biraz daha balaca çaydır. Mekong daha böyükdür. Elə Mekong çayı olaraq davam edir yoluna. Və bu iki çay üç ölkəni ayırır. Buradan Taylandla Myanmar ayırır. Buradan isə Myanmarla Laosu ayırır. Buradan isə Laosla Tayland'a ayırır. Belə. Qızıl üçbucaq deyirlər bura. Golden Triangle. Buradan qayıqlarla turlar da təşkil olunur. Sərhəd boyunca. Məsələn Myanmar, yəni bu çay boyunca da bu çay həm də təşkil edir Myanmar Laos sərhədini. Həmçinin Ruak çayına buradan gedirlər. Bu sərhədlə belə gedirlər. Amma bir şey var ki, bunlar necə bu sərhədi keçirlər? Çünki bunlar Taylandlılar. Düzdürmü? Burada artıq Taylandın çayı deyil də. Bu çünki bu irəli tərəf artıq Myanmarla Laos çaylarıdır. Bunlar ora necə gedirlər? İkinci icazələri var burada. Nə deyim? Dedim qayıdım falan, sonra dedim aşı yox. Bura bir dəfə gəlmişəm, ətrafı da tam gəzim. Bir balaca kənarlaşanda belə bir şey. Stupaya bənzər. Daha doğrusu belə deyim, biraz kənarlaşanda deməyim. Gəldim burada gördüyünüz Ruak çayının kənarı ilə gəldim. Artıq qarşı tərəf Myanmardır. Bu tərəf isə Taylanddır. Dedim ya Ruak çayının kənarı ilə gedim görüm. Maraqlı nə görəcəm. Yəni Myanmarda hal-hazırda vəziyyət çox qarışıqdır. Orada çevriliş oldu neçə il əvvəl və ondan sonra da çevrilişdən sonra da vətəndaş müharibəsi hələ də davam edir. Çox qəşəng sakitçilikdir, çox dəhşət. Bu arada yəni sizə bir şey deyirəm, kameraya nə qədər yansıyacaq bilmirəm. Ehtimallə düzəməli yansımayacaq. Nə qədər hamısının ucları görsən var. Nə qədər buddist məbədlər var. İstəyir Myanmar tərəfdə o görürsünüz, o burada da var. Burada var.
İstəyir Myanmar tərəfdə olsun, istəyir Tayland tərəfdə olsun. Bu hamısının ucuzları görsən pişirirsiniz. Artıq o tərəf Laosdur, düzdür. Hamısının ucuzları görsən. Yəni bu qədər Buddhist məbəd. Yəni bunun da kənardan baxanda ucuz görsəniz. Yəni bu qədər. Belə deyim, təpələrin üstünə hamısına məbədlər inşa edibdilər. Və bu məbədlər də həqiqətən də çox uzaqdan görsəniz. Ama bir xeyli, həqiqətən bir xeyli sürdüm ha. Yoruldum ya. 3 saat sürüyorum ha. Var da bir saat 10 falan olardı. Kaldığım yerden çıktım. Saat indi 4. 4 saat, 2 saat orada gezdim. 4 saatte motosikletteyim. Ve biraz istirahat edeyim, devam edeyim. Taylandda en sevdiğim şeylerden birisi nədir? Bu yolla gedəndə andən dayanırsan, çəkirsən qırağa və meyvə alıb yiyebilirsən doğranmış şəkildə. Yolla gedəndə elə çəkirsən qırağa, saxlayırsan, meyvəvi alıb yeyirsən. Elə burada doğruyur. Ay ölenlerin rahmetli, ölenlerin rahmetli. 20 bucks. Okay, thank you. 60 20. Cəmi cümlətanı 20 baht. 20 baht nə qədər eləyir? 20 bahta 1 manat falandır. Əla. Axır ki gəldim, satdım kaldığım yere. Ama videonu belə yekunlaşdırmayacağım. Bura dediğim kimi hal-hazırda olduğum yer Chiang Rai şəhəridir və Chiang Rai şəhərinin məşhur bir şeyi var. Nədir o? Saatı. Chiang Rai'dəki ən məşhur nöqtə o saatdır. İndi gidiyor saatı göstərəcəm sizə və o saat axşam saat 7, 8 və 9'da deyim rəngarəng işıqlandırılır. Nə bilim mahnı falan, nəğməli elə şeylər falan olur və olduqca maraqlı görsəniz, gedək o Chiang Rai. Özdə qaldığım yerdə çox yaxında həmin saat. Chiang Rai'nin məşhur saatı. Bir də indi onu göstərəcəm. Burada bura qaldığım yerin yan yörəsi bütün belə masaj salonları, disko, bar falan 5 mekan belə yerlərdir. Bax bu saat. Ətrafında da yavaş-yavaş adamlar yığılmağa başlayıbdır. Bir 15 dəqiqə falan var. Buranın ən məşhur küçəsi də bura hesab olunur. Ən məşhur nöqtəsi də bu saat hesab olunur Chiang Rai'nin. Cəmaət yavaş-yavaş gəlib burada yığılmağa başlayır. Çünki 7'də, saat 7'də, 8'də və 9'da bu maraqlı işıqlandırılır. İndi onu göstərəcəm sizə. Təxminən bir 5-10 saniye başlayacaq. Azaldıldı və haydi başla. Başladı. Başladı. Ne oldu? Bəli, başladı. Və saat 7 oldu. Başladı. Hələ ki tez zəng gedir. İndi birazdan işıqlandırma da başlayacaq.
təxminən 6-7 dəqiqə bu formada davam edir. Fərqli-fərqli. Birazdan işıqlar da dəyişəcək, görürsüz. İşıqlar da dəyişir get-gedə. Bu təxminən 6 dəqiqə, 7 dəqiqə bu formada davam edir. Yəni, belə bir maraqlı saat qülləsi var Şanghay şəhərinin. Elə bu formada da davam edir. Təxminən dediyim kimi 6 dəqiqə, 7 dəqiqə bu saat qülləsinin bu formada işıqlandırılması. Elə ən salamatı videonu da burada yekunlaşdıraq. Ümid edirəm ki, xoşunuza gələn bir video oldu. Ümid edirəm ki, ürəyinizdə bir video oldu. Belə yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.